əxlaqi xüsusiyyətlərdən biri də rıza sifətidir. Rıza xüsusiyyəti bir neçə cəhətdən araşdırıla bilər. Bir budur ki, Allah-u Teala'nın bəndədən razı olmağı. İkinci tərəf budur ki, bəndənin Allahdan razı olmağı. Biz bu cəhəti araşdırmaq istəyirik ki, bəndə Allahdan necə razı olmalıdır? Allah Qur'an-ı Kərimdə də buyurur, qiyamət gündür Allah buyuracaq ki, bu həmin gündür ki, doğru olanlara onların doğruluqları fayda verəcək. Bu dünyada bəzən doğruluq insana fayda vermir. Doğruluq insana nə fayda verəcək? Hesab günü fayda verəcək. Bu həmin gündür ki, doğru olanlara onların doğruluqları fayda verəcək. Onlar üçün altından ırmaqlar, çaylar, axan cənnətlər vardı. Orada əbədi qalacaqlar. Allah onlardan razı olmuşdur. Onlar da Allahdan razıdırlar. Allahdan razı olmaq ən böyük məqamlardandır. Allaha doğru seyirdə ən ali mənzillərdən, məqamlardan biridir. Allah Teala öz razılığını görsən, bəndənin ondan razı olması ilə bərabər tutub. Onlar Allahdan razı olublar, Allah da onlardan razı olub. Bu sual insanı düşündürür ki, insan Allahdan necə razı ola bilər? Axı insan kimdir ki, Allahdan da razı olsun və ya narazı olsun? İnsan özü və sahib olduğu hər bir şeylə birlikdə Allahın mülkiyyətindədir. Qul bütün varlığı ilə və sahib olduğu hər şeylə, hətta onun zəhməti, onun enerjisi, hər şeyi onun ağasına aiddir. Bütün varlıq Allahın mülkiyyətindədir. Bütün varlıq Allahın quludur, belə deyək, əgər təbir caizdirsə. Necə ola bilər ki, insan dursun, indi öz Mövlasından, öz ağasından, öz Rəbbindən razı olsun və ya narazı olsun? Allah bizə bu lütfü verib ki, biz Allahdan razı olduğumuzu ifadə eləyək və ya bu barədə düşünək. Əgər Allahın izni olmasa, biz bu barədə düşünməyimiz, belə bu sözü dilimizə gətirməyimiz doğru olmaz ki, ilahi mən səndən razıyam. Çünki biz kimik ki, Allahdan da narazılıq eləyə bilək? Rizanın mənası nədir? Allahdan razı olmağın mənası nədir? Allahdan razı olmağın mənası budur ki, mömin insanın qəlbi Allahın bütün tədbirlərinə, bütün işlərinə, Allahın etdiyi hər bir feylə aram olur, arxayınlıq tapır. Allahın onun üçün bu dünyada və ahirətdə seçdiklərinə, Allahın iradəsinə mütməin olur, aramlıq tapır. Rıza Allahın istədiyini qəbul etməkdir. Və bu qəbullanmaq aciz təslimiyyətdən irəli gələn qəbullanma deyil. Məsələn, bəzən həyatda bir çox şeyi biz qəbul edirik, amma məcbur olub qəbul edirik. Bu məcburiyyətdən qəbullanmaq deyil. Bu aciz bir sükut deyil. Bu Allahı sevən bəndənin qəlbinin qərarıdır. Çünki o bilir ki, Allah onun üçün onun özündən də daha çox rəhimlidir. Allah onun ehtiyaclarını insan dilinə gətirmədən belə ona bəxş eləyir, verir, ehtiyaclarını ödəyir. Bunu dərk edən mömin bəndə Allahın bütün tədbirinə, Allahın bütün işlərində Allah-u Teala'dan razılıq bildirir, razılıq ifadə eləyir. Allaha doğru seyr edən birisi gəlib rıza qapısında dayananda artıq onun qəlbi şikayətlər arasında sıxılmır, etirazlar zülmətində ayağı büdrəmir. Bir sıxıntı baş verdikdə, bir əzizini itirdikdə, qurtuluş gecikdikdə və bir müsibətə tuş gəldikdə rıza xüsusiyyəti, məqamı sanki onun qəlbinin qulağına belə pıçıldayır ki, bu Allahdır ha, bu səninlə daha. Hüzünlənmə, qorxma ginən və heç nəyə də etiraz etmə ginən. Allahın sənin üçün seçdiyi hər bir şeydə xeyir var. Amma ola bilər ki, sən bunu sonra dərk edəcəksən, gec dərk edəcəksən. Bunu biləsən ki, Allahın sənin üçün seçdiyi hər bir şeydə xeyir var. Rıza belə bir məqamdır ki, Allaha doğru seyr edən bəndə gəlib, bax, belə bir məqama çatır ki, gəlir rızanın astanasında dayananda bilir ki, yüksək bir məqama gəlib çatır ki, bu məqamda nə qorxu var, nə təşviş var, nə narahatlıq var, nə gərginlik var. İnsan Allahla olandan sonra heç bir gərginlik olmaz insan üçün. Amma insan Allahla ola bilər.